Buyurun fikrinizi. Teşekkür ederim. Hamınızı salamlayıram. Hoş gördük. Akşamınız da xeyir olsun. Ben daha çok bugünkü tədbirdə daha çok dedim dinləyici kimi olacağım. Elə tədbir başlamamışdan önce de təşkilatçılarla söhbət edəndə dedim ki, mən daha çok dinləyici kimi olacağım. Çünkü öyrənmək istəyirəm Güney Azərbaycandakı ekonomik durum nədir? Və Güney Azərbaycana o ekonomik durumuna bir baxış sərgiləyək. Əslində, məsələ həm iki tərəfli yanaşsaq burada çox az-nazaqlı bir durum olur ki, bir məsələnin ən az-nazaqlı tərəfi ondan ibarətdir ki, bugünə kimi Güney Azərbaycandakı ekonomik durumla bağlı bayaq Əmir bəyin o göstərdiyi qaynaq, hansı ki, əlimizdə olan bir qaynaqdır ki, orada rəsmi rəqəmlərlə göstərir ki, Türk bölümü, Türk millətinin yaşadığı ərazi və farsların yaşadığı ərazidə ekonomik durum, ailə başına düşən milli gəlir nə qədərdir və yaxud da ki, o dövlət büdcəsindən ayrılan maliyyə hansı nöqtələrə nə qədər gedir və bu rəqəmlər doğrudan da bugünə qədər bunun üzərində işlənməlidir. Amma maalesef ki, bu məsələdə əgər diqqətlə fikir versəz bu məsələyə vaxtı ilə Quzey Azərbaycanda Güney Azərbaycan məsələsi ilə, milli məsələ ilə bağlı bu proseslər başlayanda çox ciddi yanlışlıqlar ortaya qoyuldu. Vaxtı ilə o vaxtı bu məsələdə biz bu məsələyə yanaşmada çox müxalif bir nöqtədə dururduq, təbii ki. Müxalif bir baxışımız vardı. Bu baxışda bundan ibarətdir ki, bu məsələyə fundamental yanaşılmır. Yəni, təməlli yanaşılmır. Çünki Quzey Azərbaycanda o zamanda, Allah rəhmət eləsin, rəhmətli Yaqub Zeyisbəyin dönəmində hərəkatçı təfəkkür vardı. Və bu hərəkatçı təfəkkür imkan vermirdi ki, məsələyə sırf siyasi yöndən və fundamental məsələyə yanaşacaq. Məsələlərin bir çoxsu siyasi şüarların üzərində idi. Siyasi şüarlar üzərində məsələlərə yanaşılırdı. Və diqqətlə baxsaq, bu günləri Quzey Azərbaycanda vaxtı ilə o siyasi qüvvələr ki, Güney Azərbaycan məsələsində öncül idilər, siyasi partiya olaraq da, təşkilat olaraq da o proqramlarında, düzüşlərində Güney Azərbaycan məsələsini önə çəkmişdilər, öndəydilər. Bu günlər baxsanız, həmin təşkilatların Güney Azərbaycan məsələsində hansı durumda olduqları mənim dediyimi təsdiq edəcəksiniz. Bu onu göstərdi ki, həmin məsələ ilə bağlı, məsələyə yanaşanların böyük bir qismi ardıcıl siyasi proqramları yox idi. Məsələyə keçici bir dönəm olaraq, keçici bir proses olaraq və yaxud da o proseslərdən öz siyasi karyeraları üçün, öz siyasi maraqları üçün istifadə etmək üçün, o sosial bazanı özlərinə yönləndirmək üçün istifadə edən çoxlu sayda insanlar var idi. Bu maalesef. Siz təsəvvür edin, Güney Azərbaycanda tamam akademik səviyyədə siyasi məsələlərə yanaşmaq problemi var. Dövlətin statistikini əldə edə bilmirsən, dövlət büdcəsindən hara maliyyə ayrılır, hamısı gizlədilir, verilmir. Amma Quzey Azərbaycanda akademik səviyyədə siyasi müxalifətçilik var idi. Nə qədər ki, Heydər Əliyev kimi bir diktator vardı, MQB-nin general vardı, amma açıq deyir ki, məsələn, şəxsən mən özüm heç o Heydər Əliyev itaat eləmədim. Yəni, bir qorxusum olmalı ki, Heydər Əliyev məsələn kimdir ki, Heydər Əliyevdən olsun ki, bir insandır, diktatordur, heç onu itaat eləmirlər məsələn. Amma Güney Azərbaycan məsələsinə baxışda, bu günləri Güney Azərbaycan məsələsində Quzey Azərbaycan faktoru, mən sizə açıq deyirəm, yoxdur. Bunu belə də qəbul edin. Hətta bizim bir çox Quzey Azərbaycandan olan insanlarımızın çoxsunun bu günləri Güney Azərbaycan məsələsində əsəbli bir vəziyyətə gəlməsinin əsas durumlarından biri odur ki, onlar artıq Güney Azərbaycan məsələsində geridə qalıblar. Tam geridədirlər və Güney Azərbaycan məsələsi tamamilə fərqli məcrada, fərqli yöndə gedir. Və biz bunu bu cürdə qəbul eləməliyik. Çünki sən bir məsələyə diktə eləmək istəyirsənsə, o məsələyə hakim olmalı lazımdır. Amma sən hakim vəziyyətində deyirsən ki, sən o məsələnin arxasınca gedən bir durumdasan və yaxud da o zaman deyirsən ki, Güney Azərbaycanda öz istiqlalını əldə eləməlidir. Bunu hamı bilir da, belə götürəndə. Amma bu məsələyə bir dəfəli baxılanda ki, biz deyirik ki, yox, Güney Azərbaycan məsələsində, ekonomik durumda hansı xəttləri qoymalıyıq? Və konkret olan insanlarımıza göstərməliyik ki, bizim bu ekonomik durumda hansı addımlar siyasi olaraq, siyasi fikir olaraq getməlidir. Bunun da birincisi milli sahibkarlıqdır. Biz milli sahibkarlıq düşüncəsini ortaya gətirməliyik bu günləri. Güney Azərbaycanın özünün milli sahibkarları olmalıdır.
Və bu milli sahibkarlar, necə ki, bu günləri din məsələsində, din insanların içərisində milli dövlətçilik şuuru az olanlar ki, bu problemdir ki, onların beynində milli dövlətçilik düşüncəsi, milli dövlətçilik şuuru yox olduğuna görə biz onları hərəkatımız içində görə bilmirik. Birazdan həmin o sahibkar, milli sahibkar düşüncəsi olmadığına görə sabahları həmin o fəhlə hərəkatı ki, deyirik, yaransın, yönləndirilsin, yenə də başqalarının əmlə keçəcək. Biz burada öz proqramımızı qoyuruq. Milli sahibkarın yetişdirilməsi, milli sahibkarlığın içərisində o düşüncələrimizi ortalığa gətirmək. Çünki biz bir millət olaraq qəbul eləməliyik ki, bütün məsələlərə yanaşmamızda sadəcə millət prizmasından baxa bilərik. O da türk milləti olaraq. Başqa cür məsələlərə yanaşmağımız bizim bəlbaşda məğlubiyyətimizdir. Bir türk milləti düşüncəsindən o məsələyə yanaşmasaq uzacağıq. Çünki bu günləri bölgələrdə gedən proseslər millətlərin üzərində oynanılır. O bölgədə hakim millət kimdir, çoxunluq kimdir və sabahları həmin o bölgədə olan hakim millət nə əldə edə bilər? Mən Əmin bəyə özəlliyi ilə təşəkkür eləmək istəyirəm bugünkü o hazırladığı çıxışına görə. Çox sağ ol deyirəm, həqiqətən. Niyə? Çünki mənim özüm üçün də bir aydınlıq oldu. Yəni ki, oradakı durum nədən ibarətdir? Oradakı durumu hara aparmaq olar? Burada bir nöqtəni də demək istəyirəm, siyasi olaraq da. Bir vaxtlar, məsələn götürək, biz bu Güney Azərbaycan məsələsində, hansı ki, indi mən yenə də məsələn o məsələnin üzərində gəlir ki, federalçılıq, yoxsa istiqlalçılıq, yoxsa filan, biz bu məsələdə biraz bu məsələyə, yenə deyirəm, konkret olaraq bir ox kimi belə vurmaq olmaz. İstiqlalçılıq mı, federalçılıq mı? Bu Azərbaycanı sevər, bu Azərbaycana xəyanət edir. Burada, yenə deyirəm, əgər ortalığa artıq milliləşmə prosesi gedibsə, artıq bu məsələdə siyasiləşmə qanadı, millətin xeyrinə olan prosesləri artıq gətirəcək ortalığa. Bu günləri federallığın içərisində Azərbaycanın xeyrinə olan bölümlər varsa, məsələn, düşüncə olaraqdan dili götürək. Çünki Quzey Azərbaycandan fərqli olaraq, Güney Azərbaycandakı durum fərqlidir. Güney Azərbaycanda çoxunluq var. Güney Azərbaycanda dil məsələsi ortaya gələndə bir şeyə fikir verin. Nə qədər ki, bir təşkilatın üzərində baskı edərsən, iki effekt göstərər. Ya o təşkilat yığılar, ətrafına çevrəsində daha çox adam yığar, daha çox maraq gətirər, ya da onun o rüşeyini, nüvəsi, zəif olduğundan ideoloji bazası. O yavaş-yavaş neyiniyər? Dağlar və ən pis odur ki, o qorxu bütün toplumun içinə siyarət edir və bütün toplum ondan başlayır geri qaçmağa. Ona görə də bizim bu məsələdə nüvə olaraq biz bura gətiririk dil məsələsini. İstər federalizm olsun, istər Güney Azərbaycan bu günlər deyir ki, müstəqil dövlətçiliyi, biz bunu nəyin üzərində qururuq? Dilin üzərində qururuq. Çünki o dil şuurudur ki, milləti qaldırır ayağa, milləti millət edir. Və biz həmin bu federalın içərisində bir dəfəlik qapıyı qoysaq bir kənara, gedən siyasi proseslərdə, gedən bir şeydə biz bir pəncərəni özümüz üçün qapatmış oluruq. Və əks halda, bayaqları ki, dedi ki, bizim üçün solçu problemi var idi. Sabahlarda niyə bu günlər ortaya çıxıb? Federalçı problemi var ortada. Niyə? Çünki biz pəncərəni belə tak qapıyırıq. Ya istiqlalçısan, ya federalçısan, qurarlı getdi. Qardaşım, başqa şey ola bilməz. Alnın ortasında da belə vursan, gedir. Siyasət bunu tələb eləmir ki, siyasət federalla nə əldə edəcəksən, ona baxır və nəticəyə baxır. Federalla milli yolda nə götürəcəksən, ona baxır. Siyasətçilik budur. Yoxsa mən istiqlalçıyam, sən federalçısan, sən düşmənsən, get. Solçu, o birisi, bu birisi. Biz bu məsələdə yenə deyək. Bu, konkret olaraq profesional siyasətlə məşğul olanların işidir. Məişət düşüncəsi ilə bu məsələyə yanaşanların işi deyil. Kim ki, istəyir siyasi məsələdə olsun, istəyir hərəkatçılıq məsələsi olsun, o dar çərçivədən baxacaq məsələyə millət qazana bilməz və necə qazana bilmirik. Niyə? Çünki daha bir çərçivədən baxılır məsələyə. Və bir qorxu var ki, aman bir gün mənə bir daş atarlar. Atsınlar, sən ona görə siyasətçisən ki, millət sənə daş atsın, millət eybini görsün. Yoxsa sən qorxsan ki, mən özümü qoruyum, milləti kimi qoruyar bəs onda. Ona görə də biz bu federalçılıqdır və bu istiqlalçılıqdır, bu məsələdə nəyə baxırıq? Milli maraqlar nöqteyi nəzərinə baxırıq. Federalçılıqda nə əldə edə bilərik? Məktəblərimiz, baskılar zəif ola bilər. Dövlətin müəyyən imkanlarından insanlarımız istifadə edə bilər. Milli sahibkarlığımızın müəyyən qədər yolları açıla bilər. İstiqlalçılıqda nə əldə edə bilərik? Və istiqlalçılığın bu günlər hansı şərtlər var ortada? Nəylə məzərəcəksən bunu? Elmi məsələyə siyasi, elmi yolla yanaşaq. Hansı yolla gətirəcəksən bunu bura?
Və yenə də deyirəm, bu günləri, bax, bayaqları biz Məsud bəylə söhbət elədik. Sənin bir bölgə olaraq, keçmiş Rus imperiyasının rəhbəri idi. Sənin bir zavodun var idi. Bu zavodun detayları, məsələn, bir maşın qayma zavodu gedirdi, Sankt-Peterburgdan gəlirdi. Sən istəsən ki, qalxasan ayağa, deyərsən ki, bu zavod mənimdir, zavod sənindir, amma detaylar gəlməsə zavod işləməz ki. İndi sən, bax, bu günləri, əgər Fars bir siyasət qurursa ki, ekonomik ki, sabahları bu Azərbaycan toplumu qalxıb ayağa bir güclənə bilər ekonomik cəhətdən, bunun zavodları haradadır? Fabrikları haradadır? Deyək ki, İsfahandır, Şirazdır, deyək dediyi kimi, bölgələr, düzdür. İnsan qalx deyən ki, mən müstəqiləm, istiqlalçılıq istəyirəm də, məsələn, düzdür. Qardaş, sənin bu fəhmlərin harada işləyir? İstiqlalçılıq oldu da, sən də tarixi coğrafi ərazilərində, düzdür. Haradan alacaqsan da, sən bu pulu verəcəksən bu zamanı. Biz bu şeyi ki, məsələn götürək, yenə deyirəm, hərəkatçılıq millət üçün lazımdır bir mərhələyə qədər. Millilik lazımdır toplumun milli düşüncəsini, milli şuurunu qorumaq üçün. Yerdə qalan hissəsi siyasətçilərin işidir. Siyasətçilər oturur masaya, oturur məsələni danışırlar. Orada milli psixologiyanı ora gətirsək, yenə deyirəm, olmaz ki, bütün məsələyə milli psixologiyadan gətirək. Artıq siyasi psixolojiyadan yanaşacaq məsələyə. Güney Azərbaycan məsələsinin bu günə kimi bu fəhlə işçi hərəkətidir, filandır. Bunların formalaşmasında problemin əsas kökü məsələyə siyasi yanaşmamaqdır. Məsələ hərəkatçılıqla yanaşmaqdır. Fəhlə hərəkatı olsun. Fəhlə hərəkatı olsun, neyə yiyəcək? Nə yaradacaq fəhlə hərəkatı? Deyəcək görək, çıxacaq küçüyə, 3 dənə türkçə şüar verəcək. Hala yarayı mən Türkiyə. Qutardı getdi də, traktorun meydanında 300 min adam, yığılır 100 min adam. Axşamacan yaşasın Azərbaycan deyil. Hara gedəcəksən? Nə əldə edəcəksən? Uzağı, sən ora gəldiyin insanlarda milli təfəkkür artacaq, düzdür? Sonuc, sən onu Güney Azərbaycan məsələsində bir qüvvəyə çevirə bilirsən, yoxsa yox? Nəticə əldə etmək üçün onu bir güc kimi istifadə edə bilirsən, yoxsa yox? Yox, o çərçivənin içərisinə alınmış bir siyasətdir. Enerjilərin boşalması, emosiyaların boşalması, siyasi düşüncələrin, acıqların, kin boşalması. Sən elə bir ki, bir qaynayan qazansan, qaynayırsan, daşıma yaxın, qapağı bir birazcık qaldırırlar. Buk, eləyirsən, boşalır, qazan boşalır, qapağı qoyular ağzına, deyilə get. Növbəti stadion oyununda gələrsən, Urmiya ilə bağlı yürüş edərsən və yaxud da şuar deyərsən. Yenə deyirəm, bax, nə oldu? Hərəkatçılıq və siyasi təfəkkür. Haradadır? Hərəkatçılıq öndədir. Düzdür, siyasi təfəkkür haradadır, deyir, gerdə qalıbdır. Məsələni həll edən nədir? Siyasi təfəkkürdür. Bugün hərəkatçılıq deyir ki, Güney Azərbaycan məsələdə tərəf olmalıdır. Güney Azərbaycan məsələdə tərəf edən siyasi düşüncədir. Siyasi düşüncə ortada yoxsa, Güney Azərbaycanda tərəf ola bilməz. Ona görə də bu məsələlər bir-birindən bağlıdır və Quzey Azərbaycanda olan kobud səhvlər xüsusi ilə hansı ki, Güney Azərbaycan məsələsinə baxışlar qoyulurdu, baxın, 10 il bundan qabaq, 15 il bundan qabaq qoyulan baxışlara baxın, indi Güney Azərbaycanda baxın həmin düşüncələrə. Hansıları var? Hansıları qalıb ortada? Yoxdur, tamamilə fərqli bir düşüncələr var ortada. Biz bunu etiraz eləməliyik də. Biz şeylə deyək ki, yox, hökmən olmalıdır. Məsələn, bu günləri bütövçülük deyirik, hanı bu ideyanın daşıyıcıları? Haradadılar? Niyə yoxdur bu günləri məsələyə hakim deyirlər? Əgər doğru düşüncə edirsə bu günlər niyə Güney Azərbaycan hərəkatında bu hakim deyil? Haradadır bəs bu, bayaq dediyim kimi, müəyyən bir şüarlar var. Sən o müəyyən şüarlarla müəyyən qədər gedə bilərsən. Bu tinin başına qədər. O tinin başına çıxdı, yeni bir şüar gəlməlidir. Tutarıram. Ona görə də biz dostlar, yenə deyirəm, ya məsələyə belə götürək, hərəkatçı kim baxacaq, ya da məsələyə siyasətçi kim baxacaq. Hərəkatçı kim baxacaqsa, hərəkatçı bu otaqda hərəkət edə bilməz. 2 dəqiqədən sonra qalxar, emosiyalar deyər ki, yaşasın Türk milləti. Sən məcbursan qışqıracaq Türk milləti də, düzdür. Amma deyərsən ki, bu Türk millətini necə yaşadaq? Bu artıq onun işi deyil. Biz bunu hərəkatda gördük. 92-93-cü ilin dövlət idarəçiliyində də gördük bunu. Olmur, alınmır qardaşım. Hərəkatçılıqla dövlət idarəçiliyi alınmır. Tutmur, zorla deyil. Hərəkatçılıq meydanın yeridir. Siyasətçi oturur millətin taleyini həll edir. Millətin proqramını qoyur, təməlini qoyur. Alınmaz. Ona görə də bizim problemimiz budur. Hərəkatçılar mı hakimdir bugün? Siyasətçilər mi? Güney Azərbaycanın hərəkatçısı və siyasətçisi. Biz bunu ayırmalıyıq artıq. Güney Azərbaycanın hərəkatçısı da bəlli olmalıdır, siyasətçisi də. Güney Azərbaycanın bugün siyasətçisi kimdir? Kimlərdir? Məsələ budur. Ona görə çox sağ olun dostlar. Çox genişdir. Amma uzun zamandır söhbət edəmirdik.